Azərbaycanın dövlət və elm xadimi, tibb elmləri doktoru professor Əziz Məmməd Kərimoğlu Əliyev İrəvanın sayılan, seçilən aydınlarındandır və o eyni zamanda İrəvanın çox məşhur nəslinin nümayəndəsidir və o eyni zamanda keçdiyi çox çətin tale yolu ilə Azərbaycana miras qoymuş, zəngin miras qoymuş bir imzadır. Əziz müəllimgil İrəvandan çıxanda Naxçıvana gələndə 18 ailə üzvü ilə gəlmişdi. Amma artıq onlar Naxçıvana çatanda 11 nəfər qalmışdılar. Azərbaycan tibb səhiyyəsinin, tibb belə dünyasının tarixində, ictimai siyasi dövlətçilik tariximizdə Əziz Əliyev misilsiz bir adamdır. Naxçıvan həyatı, oradan Cənub Azərbaycana getməkləri, bu hamısı Əziz Əliyevin həyatından çox belə arğılı keçir və onun ömrünün sonuna canda onu düşündürüb. Azərbaycanın dövlət və elm xadimi, tibb elmləri doktoru professor Əziz Məmməd Kərimoğlu Əliyev 1897-ci il yanvar ayının 1-də İrəvan quberniyasının Hamamlı kəndində tacir Məmməd Kərim Əliyevin ailəsindən anadan olub. İrəvandakı Rus-Tatar məktəbində təhsilə başlayan Əziz Əliyev oğlanlar gimnaziyasında təhsilini davam etdirərək oranı qızıl medalla bitirib. Hərbi tibb akademiyasında həkimlik peşəsinə yiyələnib. Petrogradda dezinfeksiya təmir briqadasında sanitar dezinfektor vəzifəsində çalışıb. Ermənilərin İrəvanda azərbaycanlılara qarşı törətdikləri soyqırım səbəbindən təhsilini yarımçıq qoyaraq İrəvana qayıdıb. Ailəsini Şərur rayonunun Şahtaxtı kəndinə aparıb. Ermənilərin Şahtaxtı kəndini işğalından sonra ailəsi ilə birgə İranın Ərəblər kəndinə pənah aparıb və oradakı tibb məntəqəsində həkim köməkçisi vəzifəsində işləyib. 1923-1927-ci illərdə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə təhsil alıb. Beynəlxalq inqilab mübarizələrinə yardım təşkilatının Bakı komitəsinin üzvü olub. 1928-1929-cu illərdə Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri vəzifəsində işləyib. 1932-1934-cü illərdə Azərbaycan Tibb İnstitutunun rektoru vəzifəsində işləyib. Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif olunub. 1937-ci ildə Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunub. 1939-1941-ci illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarı vəzifəsində işləyib. 1941-1942-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib. 1942-1948-ci illərdə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. 1946-1950-ci illərdə Dağıstanda Mahaçqala seçki dairəsindən SSR Ali Sovetinin ikinci çağırış deputatı olub. 1947-ci ildə Dağıstan Vilayət Partiya Komitəsinin plenumunda yenidən Vilayət Partiya Komitəsinin birinci katibi seçilib. 1962-ci ildə ürək tutmasından qəflətən dünyasını dəyişib və Bakıda 1-ci Fəxri Xiyabanda dəfn olunub. Polkovnik komissar Əziz Əliyev bizim tək və yeganə liderimizdir ki, taleyindən iri həm də paytaxt şəhərlərimiz keçir. Qərbi Azərbaycanda, Zəngəzurda, Hamamlıda dünyaya gəlmək, Kasaq çayının zərrəsini, damlasını dinləmək, o əzəmətli dağların əzəmətini öz ruhunda, duyğusunda yaşatmaq, bir dövlət xadimi olaraqsa İrəvanın elmi mədəni mühitində yetişmək hər bir tarixi şəxsiyyətə nəsib olmur. Əziz Əliyev Hamamlı kəndində doğulub, amma bütün tarixi mənbələrdə, bütün belə deyək, kitablarda, tərcümə hallarda həmişə yazırdılar ki, Əziz Əliyev İrəvanda anadan olub. Yox, Əziz Əliyev Hamamlı kəndində anadan olub. O yalnız 20-ci əsr Azərbaycanının yox, ümumiyyətlə Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir. Tibb İnstitutunun rektoru, Səhiyyə komissarı, indi desək, Səhiyyə naziri, Mərkəzi komitənin katibi və s. və s. və s. Dönə-dönə Tibb İnstitutunun rektoru olub və ümumiyyətlə Bakı şəhər Səhiyyə komitəsinin sədri və müxtəlif vəzifələrdə olub, aşağı vəzifələrdə də olub təbii ki. Və hamı da bilir ki, Əziz Əliyev Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi olub. Onun böyük vəzifələrindən biridir. O Peterburqa gedir, hərbi akademiyada oxuyur, hərbi akademiyaya daxil olur. Və o vaxtlar erməni aqressiyası 1918-ci 20-ci illərdə erməni aqressiyası başlayır. Və təbiidir ki, Daşnaqların baş şəsəni Andranik
Qərbi Azərbaycanı və İrəvanı işğal eləyir. Əziz Əliyevin ailəsi öz ata-baba ocaqların, öz ata-baba yurtların tərk eləmək məcburiyyətində qalır. Əlbəttə, Əziz Əliyevin də təhsili yarımçıq qalır. Yəni, qayıdır şübhəsiz ki, ailəsinin yanına. Onlar Naxçıvana gedirlər, Naxçıvanda məskunlaşırlar. Ancaq andronikçilər Naxçıvanına da ayaq açandan sonra orada da yaşamaq mümkün olmur. Və onlar Cənubi Azərbaycana köçməli olurlar. Amma nə təəssüf ki, bax bu ailə öz acı aqibətini evində, elində deyil, qəriblikdə yaşamalı olur. Əziz Əliyevin anasının da dünyaya vidası bunun bariz nümunəsidir. Çox nadir bir ailə idi, çox nadir aristokrat bir ailə idi, çox böyük bir ailə idi. Sadə, belə düşüncəli bir ailə idi. Əziz müəllim o terror aktı zamanı sevimli anasını, onu polkovnik komissar Əziz Əliyev etmiş bir qadını Zəhrə xanımı itirir. Və Zəhrə xanım orada dünyasını dəyişəndə qızdırmadan və qarın yatalağından əlini oğlunun əllərini alır və deyir: "İnsan ol, yaxşı insan, amma həm də həkim ol. Elə həkim ki, hamını xilas edəsən." Olur əlbəttə, tarixin seçilmişlərindən olma yükünü çiyinlərində daşıyan bu gənc öz möhkəm xarakter və davamiyyət gücü ilə taleyini təyin edir. Əziz Məmmədkərimoğlu Əliyevi bir dövlət xadimi, tarixi şəxsiyyət olaraq yetişdirən, onun bütöv Azərbaycan naminə gördüyü tarixi işlər və xidmətlərdir. Gərgin, narahat, hər dəqiqəsi qəzalarla, hətta faciələrlə müşayiət olan gənclik, gənc istedadlı adam, vurğuluyuram, istedadlı adam, ya dahi ola bilər, ya da məhv olar. Polkovnik komissar Əziz Əliyev İrəvanın elmi mədəni mühitində yetişib, Təpəbaşı məhəlləsində böyüyüb. Amma bütün həyatı Azərbaycanın elmi, mədəni, ictimai, siyasi dəyərlərinin dünya dəyərlərinə inteqrasiyasına həsr olunub. Biz Qərbi Azərbaycan deyəndə, İrəvan deyəndə bugün hardasa kədər yerimiz, həsrət yerimiz, həm də tarixi şəxsiyyətlərimizin doğulduğu bir diyarı, həm də paytaxt şəhərimizi xatırlayırıq. Əziz müəllim ata və ana tərəfdən həm İrəvan xanlarına, həm Osmanlı sultanlarına bağlıdır. Ona cəmiyyətin loğmanı deyirdilər. Cəmiyyətin loğmanı. Ona qurucu əziz deyirdilər. Qurucu Əziz nəinki tibb sahəsinin aydını, eyni zamanda böyük və həssas siyasi dönəmin parlaq siması idi. Məhz belə bir dövrdə buna tab gətirmək o qədər də asan deyildi. 1937-38-ci illərdə o repressiya məqamında Azərbaycandan 38 min adam repressiya olub. Bunlar güllələnib, həbs olublar, sürgün olublar və ilaxır. Əziz müəllim doğma yurdundan, doğulduğu torpaqlardan, Hamamlıdan və Qərbi Zəngəzurdan İrəvana köçməyinin ilk səbəbindən biri o idi ki, hər gün orada terror aktları törədilir. Minlərlə insan qətlə yetirilir, evlər, ailələr yandırılır, didərgin olunur. Əziz müəllimin İrəvana gəlişi əslində həmin mənəvi terrorun bir qolu idi. Əziz müəllimin İrəvanda yaşadığı müddətdə üzləşdiyi ikinci terror isə məhz 1918-ci ilin adı ilə bağlıdır. 1918-ci ildə Əziz Əliyev Petrograd Tibb Akademiyasında təhsil alırdı. Birinci kursu başa vurandan sonra doğmaları ilə görüş üçün İrəvana gəlmişdi ailəsinə. Amma artıq o gəldiyi dövr İrəvanda qansu yerinə gedir. 10 minlərlə türkün, müsəlmanın başı kəsilir. Mikoyan Beriya siyasəti gələcəkdə Azərbaycan türklərinə qarşı qanın 37-ci il dəhşətlərini yaşadacaqdı. Əziz müəllim artıq burada erməni terrorunun ikinci mərhələsi ilə üzləşir və beləliklə İrəvanın minlərlə ailələrindən biri kimi Əziz müəllimin də ailə üzvləri Naxçıvana pənah aparır. Yəni o torpaqlara əlbəttə ki, baskılar olur, köçürmələr olur. Təbii də bu təbii prosesdir, bunu hamı bilir, tarixdən məlumdur. Eyni zamanda Əziz Əliyevin ailəsi də məcbur olur, oradan Naxçıvana adlayırlar. Naxçıvandan sonra isə bir az müddətdən sonra keçirlər Güneyə də, Güney Azərbaycan, ərəblər kəndində orada yaşayırlar.
və terror aktı artıq Naxçıvanda da bir qədər genişlənəndə, dronun, Andranikin dəstəsi Naxçıvanda da qanı su yerinə axıdanda Əziz müəllim ailə üzvlərini götürür, Arazın o tayına keçir, Ərəblər kəndinə. Hansı ki, 10 minlərlə Naxçıvanlının o dövrdə və Qərbi Azərbaycanlının sığınacaq yeri Arazın o tayıdır. Və dəhşətli bir hadisə o idi ki, əgər biz bugün desək ki, Qərbi Azərbaycan deportasiyası, erməni terroru, erməni soyqırımı ki, Azərbaycanlılara qarşı törədilib, Əziz müəllimin ailəsinə hansı zərbələr vurub? İlk öncə onu vurğulaya bilərik ki, bu terror Əziz müəllimi doğma torpaqlarından qoparıb. Yurdundan, yuvasından edib. Ümumiyyətlə Əziz Əliyevin lap Hamamlıdan başlayaraq, ondan sonra İrəvan həyatı, Təpəbaşı məhəlləsi, misal üçün deyirəm, ümumiyyətlə bütün Qərbi Azərbaycan və ilaxır. Sonra onun Naxçıvan həyatı, oradan Cənub Azərbaycana getməkləri, bu hamısı Əziz Əliyevin həyatından çox belə arğılı keçir və onun ömrünün sonunacan da onu düşündürüb. Əziz müəllimgil İrəvandan çıxanda, Naxçıvana gələndə 18 ailə üzvü ilə gəlmişdi. Amma artıq onlar Naxçıvana çatanda 11 nəfər qalmışdılar. Bu terrorun 3-cü mərhələsidir Əziz müəllimin həyatında. Və görürsən, Hamamlıdan getdilər İrəvana, İrəvanda getdi Oxmağa, orada da o bir il qayıtdı, yay tətilinə qayıtdı, 17-ci, 18-ci il artıq. Və üsyan müharibə başladı və bunlar erməni vəhşəti başladı. Bu erməni vəhşəti aydındır ki, necə başlayır. Baskınlar olur, kəndlərə, ailələrə, təzyiqlər olur filan filan və bunun ailəsi məcbur oldu. Tək Əziz Əliyevin ailəsi yox, yüzlərlə ailə. İrana keçdi, nə bilim, başqa yerlərə. Azərbaycana nə qədər bu tərəf, Azərbaycan deyəndə, Azərbaycan torpağı idi da oranın hamısı. Onun ailəsində olan itkiləri, onun atasının taleyi, anasının taleyi və digərlərinin taleyi, onun bir bacısının elə Cənub Azərbaycanda qalması, o vaxtda orada ailə qurması və ilaxır. Və sonra onun üstündə Əziz Əliyevin təqib olunması. Erməni o qədər azıb ki, bir millət kimi, o qədər az, geni dəyişib, bilirsən, qanı dəyişib. Adam uşaq öldürər. Bəli, öldürürdü və hətta uşaq, cavan, yaşlı bilmədən neçə-neçə ailənin yurt yuvasından darmadağın olmasına səbəb olurdu. Bax, bütün bu keşməkeşlər içərisində olan Əziz Əliyevin həyatına məhz Dağıstanın tarixi taleyini çizmək də yazıldı. Sonra Əziz Əliyev 42-ci ildə Stalin əmri ilə Dağıstan Vilayət Partiya Komitəsinə birinci katib təyin olundu. Dağıstanın şimalından xeyli adamlar gəlmişdilər cənubuna və bəziləri də ümumiyyətlə Dağıstanı tərk eləmişdilər. Dağıstanın şimalında adam, əhali son dərəcədə seyrəlmişdi. Məhz belə vəzifədə, məhz belə halda, belə vəziyyətdə Əziz Əliyev Dağıstana rəhbər təyin olundu. Əziz Əliyev Bakıda gördüyünüz bu evdə yaşamışdı və bu küçə də onun adını daşıyır. İndi nəinki Bakıda, eyni zamanda Naxçıvan və Maxaçqalada da onun adına küçələr var. Əziz müəllim Dağıstana birinci katib təyin olunanda Dağıstan da, Dağıstan qarışıq Azərbaycan da darda intizardaydı. Alman faşistləri Mazdoka qədər irəliləmiş, Qrozno nefti ələ keçirilmişdi. Dağıstanın, Dərbənd qalasının, Maxaçqalanın ələ keçirilməsi isə Bakı neftinin işğalı, Bakı neftinin işğalı Azərbaycanın od içində yanması və SSR-nin 2-ci Dünya müharibəsində taleyinin həll olunması demək idi. Əziz Əliyev Dağıstanın birinci katibi kimi o qədər geniş miqyaslı layihələr gerçəkləşdirir ki, həm Dağıstanın qurucusu kimi, həm də Şimal cəbhəsinin xilaskarı kimi, üstəgəl milli batalyonlarımızın, hissələrimizin qurucusu kimi, diviziyaların qurucusu kimi, məsəl üçün 4 diviziyamızın qurucusu olaraq o istiqamətdə gedən savaşlarda məhz Əziz Əliyev həm də 416-cı diviziyanın qurucusu olaraq tarixdə qalır. Dağıstan bu müharibə təhlükəsi altında, yəni işğal təhlükəsi altında ola inkişaf edərdi. Məsələn, həmin vaxt SSR Akademiyasının filial açıldı Maxaçqalada. Ali təhsil müəssisələri genişləndirildi, yeni fakültələr açıldı, yeni ali təhsil müəssisələri açıldı, dövlət teatrları açıldı,
Məhz Dərbəndin Azərbaycan teatrı da həmin vaxt açıldı. Belə qeyri-adi bir işlər, qeyri-adi demək, böyük quruculuq işləri həyata keçirildi. Dağıstanda o 48-ci ilə qədər də orada birinci katib olub. Dağıstan onu dəyişəndə, yerini dəyişəndə bütün Dağıstan ayağa qalxmışdı onu. Hamı mətəl ağlaşırdı deyir çox adam və insan əlindən tərpənmək mümkün deyildi. Qarışqa kimi o qədər adamlar ayağa qalmışdı. Kimi yola salmağa, kimi vidalaşmağa. Amma artıq onun yüksələn nüfuzu mərkəzdə Moskvada Mikoyan Beriya hətta Stalin cütlüyünü qane etmirdi. Bayaq da qeyd etdim, onun gördüyü möhtəşəm işlər mümkün olmayanları mümkünə çevirən tarixi şəxsiyyətlərin sırasında yer almaq deməkdir. 1905-8-ci ildə və 1918-ci illər soyqırımından sonra Qərbi Azərbaycanı növbəti bir soyqırım faktı yaxalamışdı. Bu daha dəhşətli idi. Bu soyqırımla birlikdə həm də deportasiya deməkdir. 1948-ci ildə Moskvada Qərbi Azərbaycan deportasiyasından bağlı bir qərar alındı. Qərbi Azərbaycanlıların köçürülməsi üstəgəl Azərbaycanın ən isti rayonlarına. Dağıstanın birinci katibi isə bilavasitə Stalinə nəinki məktubla müraciət edir. SSR Xarici İşlər Naziri Malinkovla görüşür və Stalinlə qəbul tələb edir. Ya Qərbi Azərbaycanlılar öz tarixi torpaqlarında qalmalı, ya da köçürülürlərsə dağ şəraitinə, soyuq və ilıq mühitə köçürülməlidir. Çünki Əziz Əliyev bir həkim kimi yaxşı bilirdi ki, kütləvi qırğına, soyqırıma səbəb həm də xəstəlik ola bilərdi. Elə oldu da. 10 minlərlə insan Kürdəmirdə, Hacıqabulda, Yevlaxda, Qızılca, Malyariya, qarın yatalağından dünyalarını dəyişdilər. Dəmir yol vağzalı və qatarlar. Bu qatarlar sanki Əziz Əliyev ömrünün təyinatçıları idi. 1917-ci ildə İrəvandan Peterburqa, 1918-ci ildə İrəvandan Naxçıvana, oradan Bakıya və Bakıdan Təbrizə, Azərbaycanın güneyi olan Təbrizə və Təbrizdən isə əlbəttə ki Maxaçqalaya. Eyni zamanda Əziz Əliyev oradan da Moskvaya və Moskvadan da Bakıya gəlir. Məhz bu qatarlarla. Və nə təsadüfsə və nə qəribədirsə həyatın ironiyasını yaşayır Əziz Əliyev. Belə ki, o əbədiyyətə də məhz bu məkanda qovuşur. Belə ki, evin qulluqçusunu yola salanda Əziz Əliyevin bax bu vağzalda ürəyi dayanır və dünyasını dəyişir. O vaxt bunun ailəsində qulluqçu olan bir Rus qadını bu yola çıxırmış, Moskvaya gedirmiş, ailəsinə gedirmiş. Əziz Əliyev gəlir onu yola salmağa. Vağzalda yola salmağa. O vaxt elə olur ki, qatar biraz tərpənmə üzrəymiş və ilə axırı biraz sürətlə gedir belə filan. O xanım çatır, qatarla minir, amma Əziz Əliyev elə orada da ürək tutmasından, ağır ürək tutmasından elə orada da vağzaldaca həyatını bitirir, onun böyük ürəyi dayanır. Bilirsiniz, bu da elə Əziz Əliyevin belə bir ölüm, yəni öz qulluqçusunu yola salmağa gedir. Bu da onun böyüklüyüdür. Yəni qulluqçunu başqa adam da yola sala bilərdi. Qulluqçunun özü də lap bəlkə ayaqda gedə bilərdi. Bu da onun böyük humanizmidir. Böyük ürək, böyük şəxsiyyət, böyük insan. Bu böyük və dəyərli nəslin genetik kodunun qiyməti, göstəricisidir əslində. Bugün də elə bu şəcərə öz layiqli simasının timsalında yolunu davam etdirməkdədir. Və bugün onun milli dövlətçilik tariximizdəki tarixi xidmətlərini, tarix, millət, məmləkət qarşısındakı xidmətlərini onun sevimli nəvəsi, möhtərəm prezidentimiz, Ali Baş Komandanımız Şuşa qalasının ətəyində, Şərqi Zəngəzurda tarix yaradaraq, özdə qurucu İlham adında tarix yaradaraq babasının missiyasını davam etdirir. Onun qurban getdiyi tarixi bir məsələ və fakt var idi. Zəngəzur, Qərbi Azərbaycanın köçürülməsi. Bugün bizim üzümüz Qərbi Azərbaycana, Qərbi Zəngəzura, Zəngəzur dəhlizinədir. Əziz Əliyev bir türk, Azərbaycanlı, məğrur müdrik dövlət xadimi olaraq tarix yaratdı. O tarixin səhifələrinə isə adını əzəməti ilə, ləyaqəti ilə yazdı.
Harda olmasından asılı olmayaraq, məhz İrəvan abu-havasını, İrəvan ruhunu öz ruhuna hopduran və hər zaman, hər yerdə də bunu öz fəaliyyətinə yansıdan Əziz Əliyevi böyük hörmətlə anırıq. Ardı var.